mənim üçün insanın keçmişi və gələcəyi indidədir. İndi anlamı bunların vəhdətidir və bunları görə bilən göz görə bilir. Yəni bir insanda baxıb. Bu yaxınlarda bir verilişə baxırdım. Təbiətin o dövr üzrə sloyları yanan. Dağlara zada gedəndə baxarsınız belə. Baxırsan altdan öyle bir sloylar gedib belə. O Duz dağına getmişdi. Orada nə bilim gil qat var idi. Sonra duz qat. Baxırsan ki bu və indi təsəvvür eləyəndə ki gil qat ora necə gəlib, obrisi necə gəlib görün. Neçə yüz illərin, min illərin prosesidir də. Və insan gəlir üstdə bir torpaq görür də. İnsan onun altında nə olduğunu görmür. İnsan gözü onu görmək gücündə deyil. Amma ağaca baxın, ağac yerin altına gedir. Onun onu görmək gözü var. Biz ağacı görmək qabiliyyətimiz, torpağı görmək qabiliyyətimizə gətirə bilər. Daşı görmək qabiliyyətimizə gətirə bilər. O daşın kökünü nədədir, nətər olub, necə olub, o hadisələri görmək imkanı verir. Onun üçün bax o görmək, üstdə olanı görmək deyil. O Bəqərə surəsinin girişində, Bəqərə mənim üçün Quranın girişidir. Orada birinci gəlir Fatihə surəsi, Fatihə duadır. Sonra gəlir Bəqərə surəsi. Girişdə birinci ayə Əlif Lam Mimdir. Sonra ikinci ayə gəlir, deyir ki, barəsində heç bir şək şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar üçün hidayət mənbəyidir. Bu tərcümələrdən biridir. O maraqlı tərcümədir. Pəhrizkarlar sözü onda mənə demişdi. Nə deməkdir bu pəhrizkar? Nə yemək mi gözləyəcək? Yox, bu həmən o xasiyyətini, xüsusiyyətlərini, əngəllərini pəhriz eləmək qabiliyyətidir də. Sonra 3-cü ayədə deyir ki, o kəslər ki, artıq açıqlama verir. Kimdir bu pəhrizkarlar? Yenə də bu mənim tövsifimdir. Yəni, şərh baxımından özümün gəldiyim tərəfdən deyirəm. İndi alimlərin, mən alimlərin işinə qarışmıram. Mən din alim deyiləm. Yəni, adım Zahid tamam. Deyir ki, o kəslər ki, namaz qılırlar, qeybə inanırlar və ruzu olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyirlər. Allah yolunda da mörtəzidə idi. O barədə çox düşünmüşdüm. Nədir bu? Amma birinci hissəsi namaz qılırlar idi. Çoxundan soruşsan nədir bu? Deyir, namaz qılırsan da gedirsən. Bildiyimiz namaz. Namazın özü nədir?